Salam, xoş gördük sizi əziz dostlar. 2 yaşlı Dost TV'nin ilk sosial saatı deyək. Bu 2 yaşında sizin qarşınızdadır. Canlı efirlə görüşünüzə gəlmişik. Vətəndaşlarımızın suallarını cavablandıracağıq və bu günləri kifayət qədər aktual bir mövzu ətrafında həm söhbət olacağıq sizinlə. Bizimlə qalırsınız və verilişimizdə aktiv şəkildə iştirak edirsiniz. Bunun üçün şərh bölməsi aktivdir, yaza bilərsiniz. Qonağımıza suallarınızı ünvanlaya bilərsiniz. Mövzumuz isə şəhid ailələri və müharibə ailələrinin mənzil və avtomobil təminatı ilə bağlı olacaq. Daha çox bu istiqamətdə suallarınızı cavablandırmaq qərarına gəlmişik və bizim bu dəfəki qonağımız Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimovdur. Zaur müəllim, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Və əlbəttə ki, bizim vətəndaşlarımızın və daha çox bu kateqoriyadan olan şəxslərin bu mövzu ilə bağlı çoxsaylı sualları var idi. İstərdik ki, elə mövzunu buna həsr eləyək və bu sahədə görülmüş işlərə öncə bir nəzər salaq. Proses nə yerdədir? Proseslə bağlı ümumiyyətlə çoxsaylı işlər görülüb. Əlbəttə biz danışmağa başlasaq verilişimizin vaxtı çatmayacaqdır, amma bir ötəri bir nəzər yetirək. Fürsətdən istifadə edirəm. Mən də sizi təbrik edirəm. Quruluş il dönümünüzdən bağlı uğurlar arzulayıram. Həm vətəndaş olaraq, həm bu nazirliyin əməkdaşı olaraq mən də izləyirəm sizin kanalınızı və fəxr edirəm açıqcası. Bəli, bugünkü mövzumuz qeyd etdiyiniz kimi şəhid ailələrinin və müharibə ailələrinin mənzil təminatı ilə bağlıdır. Belə ki, bu proqram Rəşad müəllim 1990-cı illərin sonundan Ulu Öndərin təşəbbüsü ilə başlanılıbdır. Ondan sonra da uğurla da davam etdirilibdir. Belə ki, cənab prezident həmişə şəhid ailələrinin və müharibə ailələrini diqqət mərkəzində saxlayıbdır. Yəqin ki, siz də görürsünüz, dəfələrcə çıxışlarında mənzil təminatı proqramı ilə bağlı öz fikirlərini deyib, rəqəmləri səsləndirib və hər zaman onun diqqət mərkəzində olubdur bu proqram. Və qeyd etdiyim kimi, Ulu Öndərin bu təşəbbüsündən sonra bu proqramı cənab prezident də çox uğurla davam etdirdi. Diqqətini heç bir zaman əsirgəmədi. Dərhal Vətən müharibəsindən sonra 25 yanvar 2021-ci ildə yeni bir sərəncam imzalandı cənab prezident tərəfindən. Burada 2014-2019-cu illərdə növbəyə alınmış, yəni 1-ci Qarabağ müharibəsi şəhid ailələrinin üzvləri və 50-lik qazanmış şəxslər, eyni zamanda 2020-ci ildə həyata keçirilmiş hərbi əməliyyatlar və vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və 50-liyi müəyyən edilmiş şəxslər müharibə ilə əlaqədar onların mənzil təminatına başlanıldı. Dediyim kimi, hər zaman diqqət mərkəzində olubdur bu təminat, bu proqram. Ona görə cənab prezidentin göstərişinlə də 6 yaşayış kompleksinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi ilə bağlı göstərişi oldu cənab prezidentin. O komplekslər, deməli 6 kompleks və bir, belə deyək, bina, onlar keçmiş məcburi köçkünlər üçün inşa edilmiş komplekslər idi. Və bildiyiniz kimi, bu şanlı zəfərimizdən sonra artıq soydaşlarımız öz torpaqlarına qayıdırlar. Və ona görə də artıq o mənzilləri tikilmiş, hazır, təmirli, bütün infrastrukturu tamamlanmış komplekslərin hamısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verildi ki, şəhid ailələr və müharibə ailələrinin bu proqramına töhfəsi olsun. Dərhal biz də təminata başladıq və bu 6 kompleksin 4-ünün açılışında sırf cənab prezident özü iştirak elədi. Yəni, bu da onun şəhid ailələrinə, bu kateqoriyada olan şəxslərə olan diqqətinin bir təzahürüdür. Bütün infrastrukturu tamamlanmış, məktəbi, uşaq bağçası olan bütün şərait olan mənzillər idi. Bəli, komplekslərin özündə bütün şəraiti var. Və bu komplekslərin belə deyək, açılıb, oradan təmirat başlandı və demək olar ki də komplekslər üzrə də tamamlandı. Bir kompleks xaric, demək olar ki, bütün komplekslərdə artıq təminat tamamlanıbdır. Mən çox üzr istəyirəm. Bizdə artıq SMS-lər, daha doğrusu
birbaşa olaraq bizə suallar gəlməkdədir. Elvin Cəfərov bizə durmadan yazır ki, 3-cü dərəcə Vətən müharibəsi əliliyəm 2025-ci ilin sonuna qədər mənzil təminatı yekunlaşacaqmı? Ümumiyyətlə, vətəndaşlarımız bu proseslə bağlı və yaxud da necə öyrənə bilərlər ki, sıra növbəsi mi olsun, yoxsa ümumiyyətlə gözləmə rejimində indi hansı yerdədir onun məsələsinin həlli? Deməli, 25-in sonuna qədər yəqin ki, Elvin müəllim o sərəncamda qeyd edilən tarixi deyilir. Çünki sərəncamda deyilir ki, 2021-ci ildə verilmiş sərəncamdır. 2025-ci ilə qədər mərhələli şəkildə təmin ediləcəklər. Bəli, 25-in sonuna qədər təminat həyata keçirilməlidir, mövcud qanunvericiliyə uyğun olaraq. Yəni, vətəndaşlar müraciət etdikləri zaman biz onların növbəsini bunlara deyə bilirik. Bu şəxsi informasiya olduğu üçün sırf vətəndaşın özünə onunla bağlı məlumat verə bilirik. Təbii ki, vətəndaş ilk öncə yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsinə, yəni imtiyazlı şəxs olaraq mənzil növbəsinə dayanmalıdır. Ondan sonra müvafiq sənədləri təqdim eləməlidir. Sonra artıq təminatı növbəli qaydasında, yəni sərəncam tarixinə uyğun olaraq növbəli qaydasında da həyata keçirilir. Yəni Elvin bəy də müvafiq olaraq müraciət eləyərsə, Aidiyyatı üzrə Sosial Xidmətlər Agentliyinin regional bölmələrinə və yaxud da paytaxtımızdadırsa DOST mərkəzinə və yaxud da şifahi qayda 142 çağrı mərkəzinə öyrənə bilərmi? Əlbəttə, Sosial Xidmət Agentliyində zəng eləyə bilər və yaxud da ora yaza bilər, bizim də aktiv 2021-ci ildən Tərtər rayonunun icra hakimiyyətinə növbədə olduğunu bildirir və əgər Tərtərdədirsə hazırda Sosial Xidmətlər Agentliyinin həminki rayon üzrə belə deyək, nümayəndəliyinə yaxınlaşaraq ətraflı məlumat əldə edə bilər. İbrahim Abbasov yazır ki, bizdən salam, sosial avtomobilin ayaq nahiyəsində problemli olan əlillərə idarə edə bilmir. Bunun üçün çıxış yolu varmı? Satmaq yaxud da əvəzinə avtomat sürətlər qutusu ilə əvəz etmək mümkündürmü deyə bir müraciət ünvanlayıb. Hal-hazırda mexaniki ötürücü ilə təminat həyata keçirilib. Ona görə onun dəyişdirilməsi hal-hazırda mümkün görsənmir. Sadəcə özü idarə edə bilmirsə, eyni ünvanda yaşayan, yəni qohumluq əlaqəsi olan bir şəxsə etibarnamə verə bilər. O idarə etməsindən istifadə edə bilər. Hüseynov isə yazır ki, ikinci qrupam ömürlük, deməli, ikinci qrupdur, ömürlükdür və ömürlük olaraq yəqin ki, 50 müəyyən olub vətəndaşımızın. Müraciət edirəm, balansda ev yoxdur, sıra nömrəmi də demirlər, deyir vətəndaşımız. Biz buradan vətəndaşımızdan xahiş edəcəyik, harada qeydiyyatdadır, bir ətraflı şəkildə məlumatını versin. Bizim DOST qapısı verilişimiz var, orada müraciət edə bilər, orada da ətraflı şəkildə bunun suallarını cavablandıra bilər. Amma belə bir halın olması mümkün ola bilərmi və yaxud da? Yəni, balansda ev olmamasının səbəbi ilin yeni başlaması ilə bağlıdır. Bildiyiniz kimi, bu mənzillər satın alma yolundan həyata keçirilir və hal-hazırda o proses davam edir. Yəqin ki, qısa bir müddətdə artıq balansa evlər alınacaqdır. Ondan sonra təminat həyata keçiriləcək. İlin başında biraz bilirsiniz ki, satın alma prosesi, proseduru biraz uzun çəkən prosesdir. Bu proses gedir və ona görə də bu barədə də ətraflı vətəndaşa Hüseynov Suraxan rayonunda qeydiyyatda olan Hövsan qəsəbə sakindir. Qeyd olunduğu kimi bu barədə məlumatı əldə edə bilərsiniz. Qanunvericilik aktlarından bağlı danışmaq istərdik ki, yəni mənzil və fərdi evlə təminatla bağlı hansı qanunvericilik aktları qəbul edilib? Hal-hazırda aktiv 3 sərəncam var. Biri artıq yekunlaşıb. 569 nömrəli sərəncam 2014-cü ildə verilmiş bir sərəncamdır. Onun hələ də icrası davam edir. 2021-ci ildə 25 yanvar 2021-ci ildə verilən Vətən müharibəsindən dərhal sonra verilən 2449 nömrəli sərəncam var. Onun da icrası hal-hazırda davam edir. 2871 nömrəli sərəncam vardı. Vətən müharibəsi qəhrəmanlarının mənzil təminatı ilə bağlı. O sərəncam artıq yekunlaşıb. Bütün Vətən müharibəsi qəhrəmanlarımız mənzillərdə təmin olunub. Bir də Nazirlər Kabinetinin bir sərəncamı var, 492S olaraq. Orada da gözdən əlilliyi müəyyən olunmuş şəxslər və eyni zamanda dövlət sosial müəssisələrində, yəni məzunu, yəni orada valideyn himayəsindən məhrum olmuş və bu müəssisələrdə məzun olmuş şəxslərin mənzil təminatı oradan o sərəncamlarda tənzimlənir və davam edir hal-hazırda.
Ümumiyyətlə vətəndaşlarımız qeyd edirlər ki, əlilliyi təyin olunmuş şəxslərə mənzillərin verilməsi proseduru necə həyata keçirilə bilər? Bu proseduru izah etməyiniz xahiş olunur. Nə etməlidir vətəndaş? Əgər bütün əlillərə ev verilir deyə bir sual ünvanlanır. Xeyr, bütün əlillərə yox, Azərbaycan Respublikasının ərazi bütövlüyü müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlillik qazanmış şəxslərə mənzillər verilir və şəhid olmuş ailə üzvlərinə verilir, şəxslərin ailə üzvlərinə verilir. Burada prosedur ilkin olaraq bu imtiyazlı şəxs kimi bu şəxslər yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna dayanmalıdır. Sonra müvafiq sənədlərini ora təqdim eləməlidir. Bu sənədlər nədir? Orada icra hakimiyyətinə müvafiq sənədləri təqdim etdikdən sonra, yəni yaşayış yerindən arayışdır, qeydiyyatda olduğu yerdən arayışdır, faktiki yaşadığı yerdən arayışdır. Ondan sonra ailə üzvlərinin və özünün şəxsiyyət vəsiqəsinin sürətidir. Eyni zamanda özünün və ailə üzvlərində 18 yaşını tamamlamış şəxslər varsa, onların əmlak araçlarını da təqdim etdikdən sonra icra hakimiyyəti orada müvafiq sərəncam verir. Orada o sərəncamda ailə üzvlərinin sayını təsbit edir, yəni orada qeyd edir. Ondan sonra o sənədlərin bir sürəti də Sosial Xidmətlər Agentliyinə verilir və növbəli şəkildə vətəndaş mənzillə təmin olunur. Bir vətəndaşımız yazır, Xavər adlı, bacımın həyat yoldaşı şəhid olub, ona ev veriblər, lakin onların nigahı xaricdə olmuşdu, Rusiyada yaşadığı ərazidə olmuşdu. İndi onlardan nigah şəhadətnaməsi istəyirlər, nigah şəhadətnaməsi isə tapılmır. Belə olan halda ev əldən alına bilərmi deyə soruşur. O hər halda belə təminat artıq həyata keçirilir bildiyim qədərilə. Ondan sonra o yəni bəlkə qeydiyyat üçün istəyir, qeydiyyata düşmək üçün istəyir, o ola bilər. Çünki təminat olubdursa artıq geri alınması, yəni şəhid ailələrində yenə qədər heç bir mənzillər geri alınmamışdır. Orada bilirsiniz necə, yəni nigah şəhadətnaməsi o bir qanuni bir sənəddir, yəni tələbdir və onun olması vacibdir, belə deyək, təminat vaxtı. Çünki onun ailə üzvü olduğunun bir nömrəli sənədidir, təsdiqidir. Aydındır. Sonra bizdən soruşurlar ki, Vətən müharibəsi zamanı əlilliyi olmuş 3-cü qruplara evlər verilirmi? Bəli, fərqi yoxdur. Verilir, fərqi yoxdur. İstənilən əlilliyi müəyyən olmuş şəxs isə evlə təminatı oluna bilər. Yalnız və yalnız yaşadığı, qeydiyyatda olduğu rayonda verilməlidir, yoxsa başqa bir rayonda verilə bilər? Yaşayış qeydiyyatı hansı bölgədədirsə, hansı rayon və şəhərdədirsə, təminat oradan həyata keçirilir. Əgər vətəndaş qabaqcadan qeydiyyatını dəyişib, o yerdə növbəyə durarsa, başqa bir yerdə növbəyə durarsa, o zaman oradan həyata keçirilir. Amma əsas onun qeydiyyatda olduğu yer nəzərə alınır. İkinci qrup əliləm, Binəqədi Bakı şəhərində qeydiyyatdadır vətəndaşımız, lakin rayondan ev verilməsini xahiş eləyir. Bu nə dərəcədə mümkün ola bilər? Qeyd edim ki, Binəqədidə qeydiyyata düşmüşəm, deyir vətəndaş. Dediyim kimi, yəni qeydiyyatı dəyişdirməsi lazımdır. Qeydiyyatını dəyişdirərsə, yenidən növbəni mi gözləməlidir, yoxsa artıq növbəsini itirmiş? Növbədə artıq burada növbəsi varsa, deyək ki, vətəndaşın artıq Binəqədi rayonunda, icra hakimiyyətində növbəsi var, gedir, düşür, misal, X bir rayona. O rayona qeydiyyata düşdükdən sonra buradakı növbəliyini o rayona daşıya bilər. Müraciət edir icra hakimiyyətinə ki, mən artıq X rayonun qeydiyyatında bulan sakiniyəm. Xahiş edirəm, burada olan mənim növbəliyimi, hətta növbə durma tarixini saxlanılmaqla, yəni növbəsi saxlanılmaqla o rayona köçürülə bilər. Həminki rayona keçirilə bilər. Yenidən növbəyə durmaya ehtiyac yoxdur. Ehtiyac yoxdur. Madam fikriniz dəyişibsə, hörmətli vətəndaş, siz belə olan halda Zaur müəllimin dediyi qaydada da belə deyək, növbəni dəyişə bilərsiniz. Burada hər hansı bir məhdudiyyət yoxdur. Əlillər üçün verilmiş avtomobilin
mütləq ailə üzvü olmalıdır, yoxsa yaxınlıqda yaşayan qonşuya da verə bilərəm. Çünki onsuz da vətəndaşımızın iddiasına onu əsaslandırır ki, bir evli kimi filan bu və buna bənzər bir şeylər. Xeyr, qaydada müəyyən edilibdir ki, eyni ünvanda yaşayan qohumluq əlaqəsi olan şəxs olmalıdır. Yəni bir ailə üzvlərindən birinə verə bilər nəqliyyat vasitəsini idarə etmək üçün. Nəqliyyat vasitəsi yararsız vəziyyətdə düşdükdən sonra onun nə satılması mümkündür, nə də təmir etmək imkanı yoxdur. Belə olan halda nə edə bilərəm, deyir vətəndaşımız. Avtomobil təminatı bir dəfə həyata keçirilir. Buna görə o da əmək fəaliyyəti. Yəni əgər yararsız bir vəziyyətdədirsə, onun balansından çıxarılması proseduru bütün avtomobillərin yararsızlığa kimi mi həyata keçirilir, yoxsa? Bəli, amma biz nazirliklə, çünki avtomobillər Nazirliyin balansındadır, belə deyim, onun adındadır. O sata bilməz, yəni özəlləşdirə bilməz. Ona görə Nazirliklə əlaqəli, yəni Nazirlikdən müvafiq sənədlərlə bir yerdə silinmək üçün müraciət edə bilər. Və bunun üçün prosedur qaydası yenə də Sosial Xidmətlər Agentliyinə vətəndaşımız müraciət etməlidir. Aidiyyatı üzrə onun prosedurları deyiləcək. Əvvəl rayonlarda evi tikirdilər, indi isə tikmirlər. Torpaq sahəmiz var. Tikilməmə səbəbini soruşur İlknur xanım. Hal-hazırda son 2 ildir artıq fərdi evlərin tikintisi dayandırılıbdır. Regionlarda artıq yeni tikilmiş, yeni tikili binalardan tam təmirli mənzillər satın alınaraq Nazirlik tərəfindən onlar imtiyazlı şəxslərə verilir. Bu həm belə deyək, növbəliyi tezləşdirir. Çünki bir fərdi evin tikintisi tikintiyə başlandığı zaman çox zaman gedir. Amma hazır bir binadan aldığı zaman bir yerdən toplu 50, 60, 70 dənə mənzil ala bilir və təbii ki, bu da vətəndaşların xeyrinədir. Qeyd etmək istəyirəm ki, bütün mənzillər yeni yaşayış, yəni yeni tikili binalardan olur və tam təmirli mənzillərlə təmin olunurlar. 2025-dən sonra uzana bilərmi mənzillərin təminatı məsələsi? Mövcud qanunvericilik 2025 göstərir. 2025-in sonuna qədər ondan bağlı bir söz deyə bilmərəm hal-hazırda. Deməli, Turxan Məmmədov soruşur, mənzil növbəsində durmaq üçün son 5 il həmin ünvanda qeydiyyatda olmaq şərtdirmi? İcra Hakimiyyətinin, deməli, Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə uyğun olaraq o İcra Hakimiyyətinin səlahiyyətində olan bir məsələdir. Bildiyim qədərilə, bəli, icra hakimiyyətləri bunu tələb edirlər, amma bizim səlahiyyətimiz olan bir şey deyil. Bu suala təəssüf ki, biz ətraflı cavab verə bilmirik. Ev təminatı məsələsi ilə bağlı, əziz dostlar, fərdi məlumatlarınızı bir daha deyirəm, şərh bölməsində qeyd eləmin. Ümumi xarakterli suallarınızı buradan oxuya biləcəm. Deməli, əgər vətəndaşımız ikinci qrup əlildir, həyatını itirəcəyi halda onun ailə üzvlərinə həminki mənzil verilə bilərmi deyə soruşur. Növbəsini deyən ki, növbədədir. Təmin olunmayıb. Mən anladığım qədərilə. Olunmayıbdır. Əlilliyi olan şəxsdir. Onunla bərabər növbəyə alınmış, yəni sərəncamda təsbit olunmuş ailə üzvünün adına keçirilə bilən növbəlik 3 ay içərisində. Yəni şəxs rəhmətə getdikdən sonra onunla bərabər növbəyə alınmış həyat yoldaşıdır. O, məsəl üçün, gedib 3 ay ərzində o növbəliyi adına keçirə bilər. Adına keçirə bilər. Əziz dostlarımız, suallarımız var, kifayət qədər çoxdur. Mən bir daha qeyd edeyim ki, fərdi qaydada olan məlumatları çox xahiş edirəm ki, yazmayasınız. Bunun üçün bizim Aidiyyatı üzrə Sosial Xidmətlər Agentliyinin Facebook, Instagram və digər sosial platformalarda şəbəkələri var. Onların ismarıcı bölməsinə yazmağınız xahiş olunur. Bu evdə neçə müddət yaşaya bilərik? Yəni, uşaqlarım da bu evdə yaşaya bilərdilərmi? Bizə verilən evdən söhbət gedir. Bəli. Bugünə qədər, yəni 90-cı illərin sonundan bu təminat həyata keçirilibdir. Bugünə qədər də hamısı da eyni evlərdə yaşayırlar. Deməli, şəhid evladıyam, bizə verilib ev, nənəm babamın
qeydiyyatındadır. Lakin biz orada qeydiyyatda deyilik. Nənəm, babam rəhmətə gedəndən sonra biz o evə qeydiyyata düşə bilərikmi, ailə üzvü kimi? Bizdə, yəni belə deyək, Sosial Xidmətlər Agentliyi tərəfindən verilən çıxarışda o vətəndaşların adı varsa, yəni o adlarda zaten sərəncamda, icra hakimiyyətinin sərəncamında olan, sərəncamda əhatə olunan şəxslərdir. Onun adı qeyd olunubsa, bəli, onlar da ora qeydiyyata düşə bilərlər. Amma qeyd olunmubsa düşə bilməzlər. Müvəqqəti qeydiyyata durmaq məsələsi öz həllini tapacaqmı deyə qardaş xan soruşur. Müvəqqəti qeydiyyata durmaq o bizə aid bir məsələ. Hər halda təqdim olunan mənzillərdən söhbət gedir, ola bilsin ki. Müvəqqəti yox, o bizə aid bir sual deyil. Çünki hər halda icra hakimiyyəti orqanlarında və başqa yerdə müvəqqəti qeydiyyata düşməklə bağlı. Yəni mən belə başa düşdüm ki, vətəndaşımız qeyd edir ki, ailə üzvünə verilib, lakin o sərəncamda onun adı olmayıb deyə. İndi həmin ki şəxs də ora qeydiyyata düşə bilərmi o mənzilə? Yox, düşə bilməz. Burada qeyd olunduğu kimi yalnız və yalnız sərəncam verildiyi, sərəncam anında qeydiyyata düşmüş şəxslərin belə də qeydiyyatı həyata keçirilir. Bəli, bizim sonra çıxarış veririk evlərin belə deyim təqdimatında. O çıxarışda o sərəncamda olan şəxslərin adları yazılır ailə üzvlərinin. Onlar həmin ünvana qeydiyyata düşə bilərlər. Həm şəhidin anasına, həm də şəhidin ailəsinə ayrı-ayrılıqda mənzil verilə bilərmi? Qeyd edək ki, hərəmiz ayrı-ayrı yerdə qeydiyyatdayıq, lakin bizi qeydiyyata götürüblər, deyir Cəfər. Bəli, o hallar var, amma yəni bir şəhid üçün bir mənzil təminat həyata keçirilir və onun bütün ailə üzvlərinin bir yerdə yaşaması nəzərdə tutulur. Ardınca xidmət çəkdiyi qurum tərəfindən vətəndaşa ev verilib, lakin orada onun şəhidimizin anası, atası və onun digər ailə üzvləri qalır. Onun öz ailəsinə ev verilə bilərmi əlavə olaraq? Amma dedilər ki, mümkün deyil, onsuz da ev bir dənə verilir. Mən başa düşmüyorum. Çünki bir dənə ev var bildiyim qədərlə. Mən belə başa düşdüm ki, xidmət çəkdiyi qurum tərəfindən şəhid olandan sonra şəhidimizin ailəsinə ev, yəni atasına, anasına və onun bacı qardaşı. Amma şəhidin yoldaşı və uşaqlarına isə ev verilib və deyilib ki, mən belə başa düşürəm ki, belə deyək də, bir dəfə ev verildiyi üçün növbəti ev verilməyəcək. Doğrudur. Deməli, Binəqədi Midada tikintisi başa çatmış mənzillər Nazirlik tərəfindən alınıb müharibə əllərinə verilməsi nəzərdə tutulubmu deyə vətəndaşımız soruşur. Hələ o haqda bir məlumat yoxdur. Son Midanın Hövsan qəsəbəsində tikdiyi binalardan alınıb verilibdir. İndi bu il hardan alınacaq, onunla bağlı hələ ki məlumat yoxdur. Məlumatımız yoxdur. Gözdən əlilliyi olan şəxslərə 2021-ci ildən ev növbəsi dayanıb və o ildən sonra nə vaxt növbədə durula bilərlər və nə vaxt veriləcək deyirlər? Növbəti bayaq qeyd etdiyim 492S nömrəli sərəncamla tənzimlənir. Gözdən əlilliyi olan şəxslərin mənzil təminatı. O da 16 avqust 2021-ci ilə qədər növbəyə duranları əhatə eləyir. Ondan sonra duranlar artıq yeni sərəncamla əhatə olunacaq. Yeni sərəncamda onunla bağlı məlumatlı deyil nə zaman veriləcək. Aydındır, hörmətli izləyicilərimiz. Əlbəttə ki, verilişimizin bir 30 dəqiqəsini geridə qoyduq. Bu birinci hissəmiz idi. Siz bilirsiniz ki, növbəti hissədə də vətəndaş suallarımız olacaq. Onları da böyük məmnuniyyətlə qonağımıza təqdim edəcəyik. Kiçik bir fasiləmiz var. Bu fasiləni təqdim edək. Fasilənin ardınca isə təkrar burada qonağımızla həm söhbət olur. Qeyd edim ki, biz danışırıq şəhid əlilləri və müharibə əlilləri üçün mənzil və avtomobil təminatı mövzusunda nə kimi işlər görülüb, prosedur necədir və qanunvericilikdə bu işlər necə tənzimlənir, bu barədə həm söhbət oluruq. Bizimlə qalın. Azərbaycanın ilk sosial televiziyasının efirindən hər birinizi salamlayırıq. Gəlin sizlə biraz əvvələ qayıdaq. Sizlə görüşmək üçün necə sevinclə hazırlaşdığımız, sizlə danışa bilmək üçün necə həvəsləndiyimiz, sizi eşidə bilmək üçün tələsdiyimiz günləri xatırlayaq.
Dost TV sizlə görüşməsinin 1 ilini qeyd edir. Bugün bizim doğum günümüzdür. Çox uzaq tarix deyil, amma bu 1 il ərzində efir vasitəsilə biz sizlə verilişlərimizdə vətəndaş müraciətləri əsasında 200-dən çox problemi işıqlandırmışıq. Elə o qədər də vətəndaşın şikayətinə baxmışıq. Minlərlə sosial məsələlərlə bağlı müraciətləri cavablandırmışıq və ümumilikdə 5,6 milyon baxış sayı yığmışıq. Dost TV-nin əsas mövzuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri ilə bağlıdır. Dost TV-də Dost Xəbər, Dost Qapısı, Sosial Saat, Qayğı, Ekspert rəyi, İş Saatı, Mənim Hekayəm, Rəqəmsal Saat, Xidmətinizdəyik, Birlikdə Öyrənək, Onlayn Müfəttiş, Dayaq Nöqtəsi, Dost Podkast, Gənclər Dostluğu kimi verilişlər yayımlanır. Bu verilişlər insanları narahat edən ən müxtəlif mövzuları əhatə edir. Dost TV-nin yaranmasında əsas məqsəd Cənab Prezident tərəfindən sosial sahədə, sosial müdafiə, əmək məşğulluq sahələrində aparılan ardıcıl islahatların cəmiyyətə tanıdılması, daha yaxından tanıdılması, həmçinin Dost konsepsiyasının, innovativ yeniliklərin, elektronlaşmanın vətəndaşlara sadə dildə, rahat dildə, onların, vətəndaşlarımızın anladıqları dildə, hüquqi izahlardan kənar, çətin cümlələrdən, çətin fikirlərdən kənar, sadə dildə izahını təmin etməkdir və biz hesab edirik ki, bu 1 il ərzində keçdiyimiz yol və vətəndaşlarımızla interaktiv, sıx təmasımız, onlar tərəfindən gələn müraciətlər, onların Dost TV olan marağı deməyə əsas verir ki, biz bu istəyimizə nail olduq. Aparıcısı olduğum ekspert rəyi verilişində biz daim ölkəmizin tanınmış ekspertlərini və həmçinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını efirə dəvət edərək bu və digər mövzularda çox maraqlı müzakirələr təşkil edirik ki, və bu da güman edirəm ki, bizim tamaşaçıların, Dost TV tamaşaçılarının bu istiqamətdə həyata keçirilən işlərlə bağlı tam məlumatlı olmasına, maariflənməsinə çox yaxşı bir şərait yaradır. Biz başlayanda fikirləşirdik ki, mövzu ağırdır, hədəf kütləmiz çox həssasdır. Bunları fikirləşib biraz daha ehtiyatla gedirdi. Amma elə oldu ki, gördük ki, insanlar bizim paylaşdığımız kontentlərə daha müsbət reaksiya verməyə başladı, bizə etibar eləməyə başladı və bizim düşündüyümüz proseslər daha sürətlə baş verdi. Biz 1 il ərzində daha çox maarifləndirici çarxlar eləməyə başladıq, daha çox elə deyək də, proqram sayını artıra bildik. Biz, misal üçün, sosial şəbəkələr üzrə ümumi bir 6 milyon yaxın izlənmə baxışı olub bizdə. Bu hələ harasıdır? Biz davam edirik. Hələ sizlə danışacağımız, müzakirə edib çıxış yolu tapacağımız mövzular çoxdur. Artıq 1 ildir ki, mediada da dostunuz var. Dost TV efirdədir. Əziz dostlar, canlı yayımdayıq. Sosial Saat proqramını izləyirsiniz və Sosial Saat proqramında biz bu günləri danışırıq. Şəhid ailələri və müharibə ailələrinin mənzil və avtomobil təminatı üzrə görülmüş işlərdən və bizim bu dəfəki qonağımız Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimovdur. Zaur müəllim, bir də hər vaxtınız xeyir və biz bu müddət ərzində əlbəttə ki, vətəndaşlarımızın suallarına səsləndirdik. Qonağımız cavab verdi, amma istərdim ki, ümumilikdə hansı say barədə danışaq, miqdar barədə danışaq, yəni nə qədər mənzil təminatı həyata keçirib, avtomobil təminatı ilə təmin olunan şəxslərin sayı nə qədərdir? Qeyd etmək istəyirəm ki, bu mənzil təminat proqramı 5 dəfə genişləndirilib. Nəzərə salsaq ki, 2018-ci ildə 626 mənzil təqdim olunmuşdursa, 2021-ci ildə 3000 mənzil təqdim olunmuşdur. Və ümumi rəqəmlərə baxarsaq, bu günə qədər 16.000 kateqoriyada olan şəxslər fərdi evlərə və mənzillərə təmin olunub. Bunların 6800-ü sırf post-müharibə dövründə olmuşdur. Yəni ortalama 40%-i 16.000-in 6800 mənzil sırf post-müharibə dövründə vətəndaşlara təqdim olunmuşdur.
Bununla bərabər avtomobil təminatı da davam edir. Qeyd etmək istəyirəm ki, artıq növbədə keçən növbədə artıq avtomobil təminatı gözləyən şəxs qalmamışdır. Demək olar ki, ona yaxın belə deyək bir vətəndaş var. Onlar ki, keçən ilin son aylarında növbəyə durduqları üçün keçən il onların təminatı həyata keçirilə bilməyib. Onların da sayı ondan çox deyil. Onların təminatı bu il çox güman ki, həyata keçiriləcək. Belə deyək, yəni avtomobil təminatı növbəlik bitib. Avtomobil üçün növbəyə duran bütün şəxslərə avtomobil verilib. Bəli. Deyə bilərik biz bunu. Bəli, verilibdir. Dediyim kimi, ona yaxın şəxs var. Onlar da keçən ilin son aylarında durduğu üçün onların təminatı həyata keçirilib. Onlar da bu il həyata keçiriləcəkdir. Post-müharibə dövründə 567 şəxs avtomobillə təmin olunub. Yəni, müharibə ilə bağlı əlilliyi müəyyən olunmuş şəxslər avtomobillə təmin olunublar. Ümumilikdə isə 7800 kateqoriyadan olan şəxslər avtomobillərlə təmin olunublar. Yəni, rəqəmlərimiz, bugünkü statistikalarımız bunlar. Canım, soruşanlardan böyük əksəriyyəti bu məsələni dəqiq bilmək istəyir. Deməli, imtiyazlı şəxslərə mənzil verilərkən onların otaq sayının müəyyən olunması necə tənzimlənir? Yəni, necə müəyyən olunur ki, bu ailəyə 2 otaqlıdır, 1 otaqlıdır, yoxdur 3 otaqlı mənzil verilərlər? Yəni, şəxsin ailə, deməli, imtiyazlı şəxsin ailə tərkibindən asılı olaraq müəyyənləşir. Belə deyək, və onlar növbəyə alındığı zaman o şəxslərin ailə tərkibdə, sərəncamda özü əksini tapmalıdır. Orada bir neçə hal ola bilir. Deyək ki, vətəndaşın evi yoxdur. O zaman onun ailə sayısına uyğun olaraq, məsələn, tək özü və həyat yoldaşıdırsa, onlara 1 otaqlı mənzil verilməsi nəzərdə tutulubdur. Özü, məsələn, ana oğuldursa və ya ata qızdırsa, yəni əks cinslərdirsə, onlara 2 otaqlı mənzil verilməsi nəzərdə tutulubdur. Eyni zamanda 3 nəfər ailə tərkibinə malik olan ailələrdə onlar da 2 otaqlı mənzillərlə təmin olunurlar. 3 otaqlı mənzillər isə 2 övladı, əks cins övladı olan, oğlu, qızı olan ailəyə 3 otaqlı evlər verilir və 5 nəfər və ondan yuxarı olan şəxslərə də 3 otaqlı mənzillər təmin olunurlar. Amma eyni cinsli 2 övladı olan şəxslər onlar 2 otaqlı mənzillərlə təmin olunurlar. Yəni, ailə tərkibindən asılı olaraq bu dəyişir. Maksimum neçə otaqlı mənzillər? Maksimum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 otaqlı verilir. 3 otaqlı mənzillər verilir. Çox saylı suallar var, ümumiləşdirilmiş şəkildə adları çəkmədən. Soruşam, ən yaxın zamanda mənzil nə vaxt veriləcək sualı indi hazırda fərq də çox gəlir bizə. Dediyim kimi, hal-hazırda satın alma proseduru davam edir. Çox güman ki, yay aylarına doğru ola bilər. Bu regionlara görə də dəyişir. Yəni, hər yer üçün bu keçərli deyil. Bəzi regionlarda var ki, evlər artıq alınıbdır və yaxud da onların prosesi bitibdir, satın alma prosesi. Onlar yaxın zamanda veriləcək. Amma böyle ümumilikdə yəni bu proseslər davam edir. Konkret bir zaman söyləmək çox çətindir. Bəli, bugün mümkün. Deməli, mənzil növbəsində dayanan şəxs vəfat etdikdə onun növbəliyi digər ailə üzvünə keçirilirmi? Biz bu suala əslində toxunmuşduq, bir daha toxunaq. Bəli, keçirilir. Onunla bərabər mənzil növbəsində dayanmış ailə üzvünə adına keçirilir 3 ay ərzində. Avtomobillə təmin olunmuş şəxs vəfat etdikdən sonra həmin avtomobilin mülkiyyətə verilməsi necə tənzimlənir? Orada onun varisləri təsbit olunur. İlkin olunca varislərin hamısı bir varisin belə deyək lehinə notarial qaydada razılıq verməlidir ki, o şəxsə verilsin. Sonra nazirlik tərəfindən yəni onun siyahısı var, yəni ki, o şeydə müvafiq sənədlər istənilir. O sənədlərdən biri də əsası da elə o şeylə bağlıdır, varisliklə bağlıdır. Onları təqdim etdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məktub ünvanlanır Dövlət Yol Polisinə. O avtomobil artıq nazirliyin balansından çıxıb o şəxsin adına keçmiş olur. Aydındır. Bu prosedur qaydasında həyata keçirilir. Bir mənzildə bir neçə ailə üzvü ilə birgə yaşanılarsa, ailə üzvlərinin
ailə üzvlərinin sayı otaqlarının sayına təsir göstərirmi? Biz məsələn toxunduq. Təsir göstərilmiş hörmətli izləyicilərimiz, amma maksimal olaraq 3 otaqlı mənzil verilir. Ondan artıq otaqlı mənzil verilmir. Bunu da sosial proyektdir əslində mənzil proqramı. O yüzden maksimal 3 otaqlı mənzilə qədər verilir. Mənzillərin qeydiyyata düşdükdən sonra mərtəbə seçimi prosesi necə tənzimlənir? Püşkatma yolu ilə tənzimlənir. Belə ki, vətəndaşlar növbəsi gəldiyi zaman onlar Sosial Xidmətlər Agentliyinə dəvət olunurlar və yaxud da tədbir keçirilirsə, tədbir yerində püşkatma üsulu ilə həm bina, həm də mərtəbə müəyyən edilir. Yəni şəxsin özü çəkir püşkü. Yəni orada kimsə eləmir, sadəcə belə püşkatma yolunu adi qaydada püşkatılır. Hansı mənzil və hansı mərtəbə? Daha doğrusu hansı mənzil düşürsə artıq ona uyğun şəkildə müəyyən olunur. Mənzil təqdim olunandan sonra onun dəyişdirilməsi prosesi necə gedə bilər? Ümumiyyətlə mümkündürmü deyə ilkin soruşur. Xeyr. Yəni mənzil təminatı həyata keçirildikdən sonra onun dəyişdirilməsi mümkündür. Ailə sayında artış da olsa yenə də mümkün deyil. Mümkün deyil. Şəhid ailəsi üçün verilən mənzillərdə şəhidin qeydiyyatda olduğu ünvan önəmlidir, yoxsa ailəsinin kim təmin olunacaqsa o şəxsin qeydiyyatı önəmlidir. Qeydiyyatı önəmlidir. Şəhid ailə üzvünün belə deyək. Vaxtı ilə təmin olunmuş mənzillərin istismar müddəti bitərsə, bu necə dəyişdirilə bilər? Ümumiyyətlə, bunun normativi varmı? Yox, onunla bağlı bir normativ yoxdur. Bildiyim qədər 90-cı ilin sonlarında yenə 30 illik binalardır. Bundan sonra soruşurlar, növbəti satın alınacaq binalar Bakı ərazisində olacaq, yoxsa Bakıdan kənar deyə vətəndaşımız soruşur. Son alınanları mən deyə bilərəm. Çünki indi bu il hardan alınacaq o tam dəqiq deyil. Hövsan qəsəbəsindən olmuşdur. Mida yaşayış kompleksindən alıb təmin olunmuşdur. Bu il hardan alınacağına bağlı hələ dəqiq məlumat yoxdur. Aydındır. Əslində düşünürəm ki, biz vətəndaşlarımızın bütün suallarını cavablandırdıq bu müddət ərzində. Bir də xatırladım ki, bizim verilişimiz canlı yayımlanır. Əziz dostlarımız, hörmətli izləyicilərimiz, bizə sual ünvanlaya bilərdiniz və bu müddət ərzində, bu bir saat ərzində bizim qonağımız ətraflı şəkildə ümumilikdə şəhid ailələrinin və müharibə ailələrinin mənzil təminatı və avtomobil təminatı ilə bağlı məsələlərə aydınlıq gətirdi. Sizin bütün suallarınızı cavablandırdı və sosial saatda bu dəfəki qonağımız Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov idi. Zaur müəllim, sizə dən təşəkkürümüzü bildiririk. Çox sağ olun. Bugünləri sosial saata gəldiniz və vətəndaşımızın suallarını cavablandırdınız. Hörmətli izləyicilərimiz, biz sizinlə sağollaşırıq. Növbəti sosial saatda görüşmək ümidi ilə deyirik. Özünüzə yaxşı baxın və salamat qalın.